Salam əziz tələbələr, bugünkü dərsimiz say sistemləridir. Say sistemi dedikdə nə nəzərdə tutulur? Say sistemi ədədin rəqəmlər vasitəsilə yazılış formasıdır. Və say sistemləri özü iki yerə ayrılır. Mövqesiz say sistemi və mövqeli say sistemi. Mövqesiz və mövqeli. Mövqesiz say sistemindən indiyənə qədər qəbullara suallar düşməyib. Ona görə mövqesiz say sistemlərinin üzərində çox dayanmayacağıq. Mövqesiz say sisteminə nələr aiddir? Rum rəqəmləri aiddir. Və mövqesiz say sistemi adından da göründüyü kimi, mövqeyindən asılı olmayaraq hər bir ədəd durduğu yerdən asılı olmayaraq eyni bir rəqəmi bildirir. Bir ikinci yerdə dayanmayana baxmayaraq burada da birdir. Burada da biri bildirir. Və mövqesiz say sistemlərində belə bir qayda var. Əgər birinci böyük rəqəm gələrsə, daha sonra kiçik rəqəm gələrsə, bu zaman toplanılır. 10 üzərinə 1, 11-i bildirir. Əgər birinci kiçik rəqəm, sonra böyük rəqəm gələrsə, bu zaman çıxılır. Ondan çıxırıq 1-i, 9-u. Və digər Rum rəqəmləri vardır. El 50-ni bildirir, D 500-ü bildirir, C 100-ü, M hərfi isə 1000-i bildirir. Və iki eli yanaşı yazmaq olmaz. Çünki 100 anlayışı var. 2 el 50-50 100-ü bildirir və 100-ü bildirən C var. Ona görə 250-ni yazmaq olmaz. Və eyni zamanda 2D-ni də yanaşı yazmaq olmaz. Çünki 1000 anlayışımız var. M hərfi. Baxaq mövqeli say sistemlərinə. Mövqeli say sistemləri sonsuz saydadır. Əsasən imtahana 2-lik, 8-lik, 10-luq və 16-lıq say sistemlərində üzərində olan hesablamalardan düşür. İkilik say sistemi 0, 1 rəqəmindən ibarətdir. 8-lik say sistemi isə 0-dan 7-yə qədər rəqəmlərdən ibarətdir. 10-luq say sistemi 0-dan 9-a qədər rəqəmlərdən ibarətdir. 16-lıq say sistemi isə 0-dan 9-a qədər rəqəmlər, eyni zamanda 10 rəqəmi A hərfi, 11B, 12C, 13D, 14 E hərfi ilə, 15 isə F hərfi ilə işarə olunur. İkilik say sistemində hər bir rəqəm yaddaşda 1 bit yer tutur və ikilikdə yazsaq 1, 0, 1, 1, yaddaşda 4 dənə rəqəm var, 4 bit yer tutacaq. 8-lik say sistemi 8, 2-nin üstündə 3 olduğu üçün hər bir simvol, hər bir rəqəm yaddaşda 3 bit yer tutur. 8-likdə yazsaq və 8-lik say sistemi 8 olduğu üçün, əsası 8 olduğu üçün biz orada 8-i yaza bilmərik. Eyni zamanda ikilik say sistemində də 2-ni yazmaq olmaz. 0 və 1 rəqəmlərindən istifadə olunur. 8-lik say sistemində 735 yazsaq, bu yaddaşda hərəsi 3 bit yer tutduğu üçün 9 bit yer tutacaq. 16-lıq say sistemi isə 16, 2-nin üzərində 4 olduğu üçün hər bir simvol yaddaşda 4 bit yer tutur. 16-lıq say sistemində yazsaq 3AB, hər bir simvol yaddaşda 4 bit yer tutduğu üçün 12 bit yer tutacaq. 10-luq say sistemi isə əgər ədəd 2-nin qüvvəti şəklindədirsə, məsələn üçün yazacaq 128. 128 2-nin üstündə 7-dir. Əgər ədəd 2-nin qüvvəti şəklindədirsə, 10-luq say sistemində bu yaddaşda n plus 1 yer tutacaq. Yəni 128 yaddaşda 8 bit yer tutacaq. Yazılışını yazaq. 2-nin üstünə 7, 1, 7 dənə 0 yazsaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yaddaşda nə qədər yer tutdu? 8 bit yer tutdu. İndi gəlin onluq say sistemindən digər say sistemlərinə keçmək qaydasına baxaq. Belə bir qayda yazaq. Onluq say sistemindən hansı say sisteminə keçiriksə, həmin say sisteminin əsasına bölərik. Əsasına bölərik.
Onluq say sistemində yazaq 29. Onluqdan ikilik say sisteminə keçiriksə, nə dedik? Onluq say sistemindən hansı say sisteminə keçiriksə, həmin say sisteminin əsasına bölərik. 29-u onluqdan ikiliyə keçiririksə, neçə dəfə var? 14 dəfə, 28 çıxırıq, 1 qalır. 14-ün içində 2, 7 dəfə var. 14 çıxırıq, 0 qalır. 7-nin içərisində 2, 3 dəfə var. 6 çıxırıq, 1 qalır. 3-ün içərisində 2, 1 dəfə var. 3 dənə 2, 1 dənə 2, 2, 1 çıxırıq. Və sonuncu rəqəm 2-yə bölünməyənə qədər davam edirik. Və alınan ədədi axırdan əvvələ doğru yazırıq. 1, 1, 1, 0, 1. 49 yazaq onluq say sistemində, 8-lik say sisteminə keçirdək. Yenə dediyimiz qayda kimi onluq say sistemindən hansı say sisteminə keçiriksə, həmin say sisteminin əsasına bölürük. 49-u 8-ə bölsək 6 dəfə edir. 6 dəfə 8, 48, 1 qalır. Axırdan əvvələ doğru düzürük. 61, 49 onluqdadır, 8-də 61 edir. 255 ədədini yazaq. Onluq say sistemində. Keçirək 16-lıq say sisteminə. Yenə onluq say sistemindən hansı say sisteminə keçiriksə, həmin say sisteminə bölərik. 255-i bölək 16-ya. 15 dəfə bölünəcək. 15-i 16-ya bölünsəydik. 15-i də 16-ya vursaq, 240 edir. Qalır 15. 15 hansı rəqəmi bildirirdi 16-lıqda? F-i. Deməli, 255 onluqdadır, 16-lıqda F olacaq. Digər say sistemlərindən onluq say sisteminə keçmək qaydasına baxaq. Digər say sistemlərindən onluq say sisteminə keçirdəndə vurma qaydasından istifadə olunur. Onluq say sistemindən digər say sistemlərinə keçəndə bölürdüksə, digər say sistemlərindən onluq say sisteminə keçəndə isə vurma qaydasından istifadə edəcəyik. İkilik say sistemində yazaq 1, 1, 0, 1, 1. İkilikdən onluq say sisteminə keçiririksə, soldan sağa doğru 0, 1, 2, 3, 4 yazırıq. Daha sonra ikilikdən onluğa keçirdiyimiz üçün 1-i vururuq 2-nin üstündə 4-ə. Plus 1 vurursun 2-nin üstündə 3-ə. Üzərinə gəlsin. Əslində 0-ı yazmağın önəmi yoxdur. Çünki 0-ı 2-nin üstündə 2-yə vursaq, 0-ı nəyə vursaq 0 edir. Onu yazmağa ehtiyac yoxdur. 1 vurulsun 2-nin üstündə 1, plus 1 vurulsun 2-nin üstündə 0. Hesablasaq 16 plus 1-i də nəyə vursaq, ədədin özü edir. 2 üstünə 4, 16, 2 üstündə 3, 8, 2 üstündə 2, 4, 2 üstündə 1, 2 və plus 2 üstündə ədədi nəyin üstündə 0, 1 verir. 24, 20, 31. 8-lik say sistemindən 10-luq say sisteminə keçək. 8-lik say sistemində yazarıq 124. 8-likdən 10-luğa çevirək. Yenə soldan sağa doğru 0, 1, 2 yazarıq. 1-i vuraram 8-likdə olduğu üçün 8-in üstündə 2-yə. Üzərinə gəlsin 2-ni vurarıq 8-in üstündə 1-ə. Plus 4-ü vurarıq 8-in üstündə 0-a. 8-in kvadratı 64 plus 16 plus 4. Bu da eləyəcək 84. 8-likdə 124 idi, 10-luğa çevirdik 84. 16-lıq say sistemində baxaq. 3 beni 16-lıqdan çevirək 10-luq say sisteminə. Yenə soldan sağa doğru 0, 1 yazarıq. 3-ü vuraram 16-nın üstündə 1-ə, plus beni vurarıq 16-nın üstündə 0-a. 3 vur 16, 48, plus b nədir? 11-dir. 16-nın üstündə 0-da nəyi bildirir? 1-i. Rəqəmin və ya hərfin üzərində 0 varsa, o 1-i bildirir. 1-i vursaq 11-ə 11. 48 plus 11, 59. Digər say sistemlərindən onluq say sisteminə keçmə qaydasını baxdıq. İkilik say sistemindən 8-lik say sisteminə keçmə qaydasına baxaq. İkilik say sistemində yazarıq və bunu çevirmək lazımdır 8-lik say sisteminə. İkilik say sistemindən 8-lik say sisteminə keçəndə
Soldan sağa doğru 3'ü sayırarıq, yazarıq. Çünki 8 dedik nədir? 2-nin üstündə 3'dür. Soldan sağa doğru 3'ü sayırarıq. Və burada 3 dənə rəqəm olması üçün nə qədər çatmırsa, o qədər sıfır atarıq. Bu şəkildə yazdıqdan sonra üzərinə yazarıq 4, 2, 1, 4, 2, 1. 4, 2, 1. Deyirsiniz ki, 4, 2, 1 qaydası hardan çıxdı? Mən 4, 2, 1-i bir dəfəlik hesablayıb yazdım. Yazaq 1, 1, 0. Bunun üzərinə yazmırıq 0, 1, 2. Bunu hesablasaq, 0-ın üstündə, 2-nin üstündə 0, 1-dir. 2-nin üstündə 1, 2-dir. 2-nin üstündə 2, 4-dür. Yəni mən 4, 2, 1-i bu 0, 1, 2-dən hesablayıb, avtomatik olaraq 4, 2, 1 yazdım. İndi bunu hesablayaq. Sıfırların önəmi yoxdur. 4'ü vursam 0'a 0, 2'ni vursam 0'a 0 eləyir. 1'i 1'ə 1, üstləri toplayarıq. Harda 1 varsa onu toplayaq. 4 dənə 1'im 4, plus 2 vur 1, 2. 4 üstə 2 də 6, burada da 4 plus 2 plus 1. 167. 167, 8'likdir. Birinə də baxaq. İkili say sistemində yazarıq. 1, 1, 0, 1, 1, 1. İkilikdən çevirək 8'liyə. Yenə arxadan başlayaraq 3'ü 3 ayırarıq. Nə qədər rəqəm çatmırsa, o qədər sıfır atarıq. Və 3 rəqəm oldu. Çünki demişdik axı, 8'lik say sistemində hər bir rəqəm yaddaşda 3 bit yer tutur. Üzərində yenə yazarıq. 4, 2, 1, 4, 2, 1, 4, 2, 1. Sıfırın önəmi yoxdur. 2'ni 1'ə 2, plus 1'i 1'ə 1. 2 plus 1, 3. Burada da 4 ilə 1'i toplayarıq. 5, 4, 2, 1'i toplasaq 7. 8'lik say sistemində hansı ədədi aldıq? 357-ni. İndi baxaq, ikilik say sistemindən 16'lıq say sisteminə keçmə qaydasına. İkilikdən 16'lığa keçid. İkilik say sistemində yazarıq. 1, 1, 0, 1, 1, 1, 0, 1. İkilikdən 16'lığa keçirək. 8'liyə yox, ikilikdən 16'lığa keçirək. 16 2'nin üstündə 4 olduğu üçün yenə də soldan sağa doğru başlayaraq 4, 4 ayırarıq. Burada 4 rəqəm olması üçün nə qədər çatmırsa, o qədər sıfır atarıq. Və sonra başlayaraq üzərində 8, 4, 2, 1 yazarıq. 8, 4, 2, 1. 8, 4, 2, 1. Və daha sonra hesablayarıq. 1. Hansında 0 varsa onu çıxardaq. 8 plus 2 plus 1. 11. 11 də 16'lıqda B hərfi. 8 üstə 4. 12 plus 1, 13. 13 də 16'lıqda nəyi bildirir? D-ni. 16'lıqda nə aldıq? 1, B, D 16'lıqda. Birinə də baxaq. İkilikdə yazarıq 1, 0, 1, 0, 1, 1, 1, 1, 0, 1. İkilikdən yenə keçirdik 16'lığa. Soldan sağa doğru neyniyərik? 4, 4 ayırarıq. Nə qədər çatmırsa, o qədər sıfır atarıq. 8, 4, 2, 1 qaydası ilə. Burada ayırmanı yanlış ayırmışıq. Burada 4, 4 yox, 5, 5 ayırmışıq. Birini silək. 8, 4, 2, 1, 8, 4, 2, 1. Sıfırın önəmi yoxdur. 1, 4 sıfırların yenə önəmi yoxdur. Çıxırıq. 4 plus 1, 5. 8 üstə 4, 12, o da 1, 13. 13 nəyi bildirir? D hərfini. 150, 15-dir. 16'lıq say sistemində aldıq. Biz nələri öyrəndik? İkilik say sistemindən 8'liyə və ikilik say sistemindən 16'lıq say sisteminə keçmə qaydasını. İndi əksinə baxaq. 8'lik say sistemindən ikilik say sisteminə keçmə qaydasına. 8'likdən ikiliyə keçid. 8'lik say sistemi yazarıq. 8'lik say sistemi dedik ki, 0-dan 7-yə qədər rəqəmlərdən ibarətdir. 8'lik say sistemində yazaram 375 8'likdədir. 8'likdən ikiliyə keçirtmək lazımdır. Bunun üçün nədən istifadə edirik? 4, 2, 1 qaydasından istifadə edərik. 3 nəyi bildirir? Hansı rəqəmlərin cəmidir? 2 ilə 1-in. 2 ilə 1-ə 1 yazarıq. 4-ə 0 yazarıq. 7 hansı rəqəmlərin cəmidir? 4, 2, 1-in. Hərəsinə 1 yazarıq. 5 hansı rəqəmin cəmidir? 4 ilə 1-in. 4 ilə 1-in altına 1 yazarıq. Digərinə 0 yazarıq.
Deməli, hansını aldıq? 0, 1, 1, 1, 1, 1, 1, 0, 1. Təkcizdə idi, çevirdi ikiliyə. Birinə də baxaq. Təkcizlik say sistemində yazarıq. 426. Səkizlikdən çevirək ikiliyə. Yenə 4, 2, 1 qaydası ilə. 4 hansı rəqəmin cəmidir? 4-ün. 4-ün altına 1 yazaram, digərlərinə 0 yazaram. 2 hansı rəqəmin cəmidir? Elə 2-nin. 2-nin altına 1 yazaram, digərlərinə 0. 6 hansı rəqəmin cəmidir? 4 ilə 2-nin. 4 ilə 2-yə 1 yazaram, digərlərinə 0. Nə aldıq? 100, 0, 10, 110. Çevirdik ikilik say sisteminə. 8-likdən ikiliyə keçmə qaydasına baxdıq. İndi 16-lıq say sistemindən ikilik say sisteminə keçmə qaydasına baxaq. 16-lıqdan ikiliyə. 16-lıq say sistemində yazaram. 39B. 16-lıqdan ikiliyə keçitmək lazımdır. Bu zaman 8, 4, 2, 1 qaydasından istifadə edərik. 3 hansı rəqəmin cəmidir? 2 ilə 1-in. 1 yazaram, digərlərinə 0. 9 hansı rəqəmin cəmidir? 8 ilə 1-in. 8 ilə 1-ə 1 yazaram, digər ikisinə 0. B nəyi bildirir? 11-i. 11 nəyin cəmidir? 8, 2, 1-in. 8, 2, 1-ə 1 yazaram, digərinə 0. Nə aldıq? 0, 0, 1, 1, 1, 0, 1, 1, 0, 1, 1. Və testlərdə bu əvvəldəki 0-ı verməyə də bilər. Bu şəkildə də verə bilər. Əvvəldəki 0-ın heç bir önəmi yoxdur. Yəni, sonradan biz nə edərik? Əvvəldəki 0-da ata bilirik. Bir nümunəyə də baxaq. A, 9, D-yə baxaq. 16-lıqdan çevirək ikiliyə. A, 8, 4, 2, 1 qaydası ilə yazaq. A nədir? A, 10-u bildirir. 10 nəyin cəmidir? 8 ilə 2-nin cəmidir. Digərlərinə 0 yazarıq. 9 yenə 1, 8 ilə 1-in cəmidir. Digərlərinə 0 yazarıq. D nədir? D 13-dür. 13 nəyin cəmidir? 8, 4, 1-in cəmindən 13-ü alarıq. Digərinə 0 yazarıq. Deməli, nə aldıq ikilikdə? Bir də qəbul suallarına baxaq. Qəbul suallarında necə düşür? 2-nin üzərində 35 plus 64. Onluq say sistemində verilir. Bunu keçirtmək lazımdır 8-lik say sisteminə. Necə yazarıq? Birinci 2-nin üstünə 35-i yazaq. 8 2-nin üstündə 3 olduğu üçün 2-nin üstündə 35-i 3-ə böləcəyik. Amma 35 3-ə bölünmür. 35-dən sonra gələn ilk ədəd nədir? 3-ə bölünən ilk ədəd. 33-dür. 2-nin üstündə 2 vurulsun, 2-nin üstündə 33 şəklində yazarıq. Birinci rəqəmi 2-nin üstündə 2 nəyi bildirir? 4-ü bildirir. 4, onluqda da 4-dür, 8-də də 4-dür. 4-ü olduğu kimi yazarıq. Amma ikinci rəqəmi isə 3-ə bölərik. 8-liyə keçirdiyimiz üçün 3-ə bölürük. 33-ü 3-ə bölsək, 11 dəfə bölünür. Neçə dəfə bölünürsə, həmin rəqəmin sayı qədər 0 yazırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Çevirdik 8-lik say sisteminə. 64-ü də adi qaydada. Onluqdan 8-liyə çevirərik. 8 dəfə, 64 çıxırıq 0. 8-in içərisində də 8 bir dəfə var. Üzərinə gələrik 0, 0, 1 və bunları toplayarıq. Əgər 16-lıq say sisteminə keçirsəydik, bu zaman 3-ə yox, 4-ə böləcəyik. Say sistemlərində toplama, vurma və bölmə qaydasına baxaq. 8-lik say sistemində toplama qaydasına baxaq. 8-lik say sistemində yazaram 57 plus 35. 7 üzərinə 5, 12 edir. Və 8-lik say sisteminin rəqəmləri də 7-yə qədər olduğu üçün 12 yaza bilmərəm. 12-nin içərisində 8 neçə dəfə var? 1 dəfə var. 12-dən çıxaram, 1 vurulsun 8-i, 4 qalar. Qalığı yazaram 4-ü. İçərisində neçə dəfə varsa, o yadda qalır. 5-in üstünə 3 gəlsəm 8, plus bu yadda qalan 1 də gəlir 9. 8-lik say sistemində 9 yazmaq olmaz. 8-in içərisində 9 neçə dəfə var? 1 dəfə. 1 vurulsun 8-i çıxaram, qalıqda 1 qalır. 1-i yazaram və yadda qalan 1-i də əvvəlinə yazaram. Neynədir? 114 8-lik say sistemində. Birinə də baxaq. 8-lik say sistemində yazaram 372
plus 756. 2-nin üstünə 6 gəlsəm 8 eləyir. 8-lik say sistemində 8 yazmaq olmaz. 8-in içərisində 8 neçə dəfə var? 1 dəfə var. 8-dən çıxaram 1 vurulsun 8-i 0 qalır. 0 yazaram 1 yadda. 7 üstə 5 12. Yadda qalan 1 də gələr 13. Aha, 8-lik say sistemində 13 yazmaq olmaz. 13-ün içərisində 8 neçə dəfə var? 1 dəfə var. 1 vurulsun 8-i çıxaram. Neçə qalar? 5 qalar. 5-i yazaram. Daha sonra 3 plus 7 10 eləyir. Yadda qalan 1 də gəlir 11. 11-in içərisində 8 neçə dəfə var? 11-in içərisində 8 1 dəfə var. 1 vur 8-i çıxaram 3 qalır. 3-ü yazaram. Yadda qalan 1-i də əvvəlinə yazaram. 8-lik say sistemində toplama qaydasına baxdıq. İndi baxaq 8-lik say sistemində çıxma qaydasına. 8-likdə çıxma qaydası. 8-likdə çıxma qaydasına keçməmizdən əvvəl onluq say sistemində baxaq. Onluq say sistemində 1000-dən 999-u çıxırıqsa, 0-dan 9 çıxmaq olmur. Nə edirik? Onluqda olduğu üçün üzərinə 10 gəlirik. Bu 10 olur, bu 0. Digərləri nə olur? Digərləri 9 olur. Ondan çıxaram 9-u. 1 qalar. Digərləri də 0, 0. Bəs bu 8-lik say sistemində necə olacaq? Əgər 8-lik say sistemində 1000 yazsam və çıxılsın 777, 8-lik say sistemində olduğu üçün onluq say sistemində 10 gəlirdi və 8-lik say sistemində də 0-dan 7 çıxa bilmirik. 8-likdə olduğumuz üçün 0-ın üzərinə 8 gəlirik və digərləri nə olur? 7 olur. 8-dən 7 çıxsa 1 qalır, 7-dən 7 digərləri də 0 olur. Cavab nə qalır? 1 qalır 8-lik say sistemində. İndi baxaq, bir misala da baxaq. 8-lik say sistemində yazaram. 761 çıxılsın 345. 8-likdə. 1-dən 5 çıxmaq olmur. Nə edirəm? 8-likdə olduğu üçün üzərinə 8 gəlirəm. 1 üzərinə 8, 9. 9-dan 5 çıxaram 4. 6-dan bir dənə vermişdim 5. 5-dən 4 çıxaram 1. 7-dən 3 çıxaram 4. 414 8-lik say sistemində. İndi baxaq 8-lik say sistemində vurma qaydasına. 8-likdə vurma. 8-lik say sistemində yazarıq 30. 36 yazaq. 36 vurulsun 25-ə. 5-dən 6 30 eləyir. 8-lik say sistemində 30 yazmaq olmaz. 30-dan çıxaram. Neçə dəfə var içində 8? 3 dəfə. 3 vurulsun 8, 24 eləyir. Neçə qalır? Qalıqda 6. Qalığı yazaram. Neçə dəfə varsa içində o yadda qalır. 5 dənə 3-üm 15 eləyir. Üzərinə qalığı da gələrəm. Yadda qalan bu 3-ü də gələrəm. 18. 18-in içərisində 8 neçə dəfə var? 2 dəfə. 2 vur 8-i çıxaram. 2 qalar. Qalığı yazaram 2. Yadda qalan 2-ni də əvvəlinə yazaram. Daha sonra 2-ni vuraram 6-ya. Neçə eləyir? 12. 12-nin içərisində 8 neçə dəfə var? 12-nin içərisində 8 bir dəfə var. 4 qalıq qalır. Üzərinə gələrik 4-ü. 2-ni 3-ə vuraram 6. Plus bu 1 ilə də neçə eləyər? 7. 6, 2 üstə 4, 6. 7 üstə 2 neçə eləyir? 9. 9-u yazmaq olmaz. 9-u çıxaram. 1 vur. İçində neçə və 8 var? 1 dəfə. 1 qalır. 1-i yazaram. Yadda qalan 1-dən eləyərəm. Əvvəlinə yazaram. 8-lik say sistemində. Bir digər nümunəyə də baxaq 8-lik say sistemində. 74 vurulsun 35-ə. 8-lik say sistemində. 5 dənə 4-üm neçə eləyir? 20. 8-lik say sistemində 20-ni yazmaq olmaz. Neçə dəfə var içində? 2 dəfə 8 var. 16, qalıq 4 qalır. 4-ü yazıram, 2 yazdım. 5 dəfə 7, 35. Yadda qalan 2 də gəlir, 37. Neçə dəfə var içində 8? 4 dəfə. 4 vur 8-i çıxaram, 32, 5 qalır. 5-i yazaram, yadda qalan 4-ü də sonda əvvəlinə yazırıq. 3 dənə 4-üm neçə edir? 12. 12-nin içərisində 8, 1 dəfə var. 4 qalıq qalır, 1 yadda. 3 vur 7, 21, plus bu 1 ilə də 22. 22-nin içərisində neçə dəfə var? 2 dəfə var 8. 16, 6 qalır. 6-nı yazırıq. Yadda qalan 2-ni də əvvəlinə yazırıq. Alt-alta toplayaq 4. Yenə burada da toplama qaydasına əməl edirik. 5 üstə 4 neçə eləyir? 9.
8-likdə 9 yazmaq olmaz. 9-dan 1 vur 8-i çıxaram, 1 qalır. 1 yazaram, 1 yadda. 4 üstə 6, 10, yadda qalan bir dəcələr 11. 11-in içərisində 8 bir dəfə var. 1 vur 8-i çıxıram, 3 qalır. 2, yadda qalan bir dəcəli 3. 3000, 314, 8-lik say sistemində. 8-lik say sisteminə baxdıq. Keçək 16-lıq say sistemində toplama, çıxma, vurma qaydasına baxaq. 16-lıq say sistemində yazaq. 16-lıqda toplamaya baxaq. 16-lıq say sistemində yazaram. 39B plus 27D. 16-lıqdadır. B nəyi bildirir? 11-i bildirir. D də 13-i bildirir. 11 üstə 13, 24 edir. 16-lıqda 24 yaza bilmərəm. Neçə dəfə var içində 24-ün 16? Bir dəfə. 1 vur 16-nı çıxaram, 8 qalır. 8-i yazıram, 1 yadda. 9 üstə 7, 16, yadda qalan bir də gəlir 17. 17-in içərisində 16 bir dəfə var. 1 vur 16-nı çıxıram, 1 qalır yadda. 1-i yazırıq, qalığı, yadda qalan bir də yadda qalır. 3 plus 2, 5. Bu bir də gəlir üzərinə 6. 618, 16-lıqda. Bir nümunəyə də baxaq. 16-lıq say sistemində yazarıq. 980, 98 də yazaq. Üzərinə gəlinsin. 1, 2, 6. 16-lıq say sistemində. D nəyi bildirir? 13-ü bildirir. 13-ün üzərinə 6 gəlsə 19. 19-u 16-lıq say sistemində yazmaq olmaz. 19-dan çıxaram, 1 vurulsun 16-nı. Nə qalar? 3. 3 yazaram, 1 yadda. 8 üstə 2, 10-u bildirir. Yadda qalan bir də gələr 11. 11 16-lıqda nədir? B-dir. Yazarıq B. 9 üstə 1, 10-u bildirir. 10 da 16-lıqda adı. A, B, 3, 16-lıqda aldıq. İndi 16-lıq say sistemində vurma qaydasına baxaq. 16-lıqda vurma. 16-lıq say sistemində yazarıq. 35 vurulsun 4 aya. A nəyi bildirir? 10-u bildirir. 10-u 5-ə vursam 50. 50-ni 16-lıqda yazmaq olmaz. 50-nin içərisində 16 neçə dəfə var? 3 dəfə. 3 vur 16-nı çıxaram. 48 edir. 2 qalır. Qalığı yazırıq 2, 3 yadda. A neçədir? 10-dur. 10-u vursam 3-ə. 30, 30-un da üstünə bu 3-ü gəlsəm 33. 33-ün içərisində 16 neçə dəfə var? 2 dəfə. 2 vur 16-nı çıxırıq. 1 qalıq qalır. 1-i yazırıq. Yadda qalan 2-ni də əvvəlinə yazırıq. Daha sonra 4-ü 5-ə vursam 20. 20-in içərisində 16 neçə dəfə var? 1 dəfə var. 4 qalır. 4-ü yazırıq qalıqda 1 yadda. 4 dənə 3. 12 plus 1 13. 13 də hansı rəqəmdir? Dedi. Yazarıq de. Toplayaq indi bunları. 2, 1 üstə 4, 5, 13 üstə 2, 15. 15 də hansı hərfdir? F hərfidir. F 52 aldıq 16-lıq say sistemində. Birinə də baxaq 16-lıq say sistemində. B, D-ni vuraq 25-ə. B, D nədir? D 13-dür. 5-i 13-ə vursaq 65. 65-i də 16-lıqda yazmaq olmaz. Neçə dəfə var? 4 dəfə. 4 vur 16-nı çıxsaq 1 qalır. 1 yazaram, 4 yadda. B 11-dir. 5-i vursam 11-ə 55 plus 4 59. Neçə dəfə var içində? 3 dəfə var. 3 vur 16 48 eləyir. Neçə qalar? 11. 11 də B-dir. B yazaram. Yadda qalan 3-ü də əvvəlinə yazaram. Plus 2-ni 13-ə vursam, yəni deyə 26 eləyir. 26-nın içərisində 16 neçə dəfə var? 1 dəfə var. 1 vur 16-nı çıxsam, qalır 10. 10 da nəyi bildirir? A-nı bildirir. Yazarıq A. 2-ni B-yə vursam 11. 11 22-dir. Plus bu 1 ilə 23. 23-ün içərisində də 16 bir dəfə var. Neçə qalır? 4, 7 qalır. 7-ni yazıram. Yadda qalan 1-i də əvvəlinə yazıram. Toplayaq. 1. B 11-dir. 11 üstə 10. A 10-dur. 21 edir. 21-i yazmaq olmaz. 1 vurulsun 16 yazaram. Nə qalır burada? 5 qalır. 5 yazıram. 1 yadda. 3 üstə 7 10-dur. Yadda qalan bir də gəlsə 11.
11 də B hərfidir. Ha, bu 1 də yazıram. Deməli, nə aldıq 16-lıq say sistemində? 1B, 5, 1, 16-lıq say sistemində. 16-lıq say sistemində vurma qaydasına baxdıq. İndi 16-lıq say sistemində vurma qaydasına baxaq. 16-lıqda çıxma. 16-lıq say sistemində yazarıq. 39 D çıxılsın. 5 F. D nəyi bildirir? D 13'ü bildirir. F də 15'i bildirir. 13'dən 15'i çıxmaq olmur. 16'lıq, 10'luqda olanda üzərinə 10 gəlirdi. 16'lıq say sistemində isə nə edərik? Üstünə nə gələrik? 16'lıq say sistemində isə üzərinə 16 gələrik. 10 D 13'dür. 13'ün üzərinə 16 gəlsəm 19 eləyir. 19'dan da 15 çıxanda nə qalır? F 15'dir. 4 qalır. 4'ü yazırıq. 9'dan bir dənə buna vermişdim. 8 qalıb. 8'dən 5 çıxaram 3. 3'dən də 2 çıxaram 1. 134 16'lıq say sistemində aldıq. Bir nümunəyə də baxaq. D nəyi bildirir? 13'ü bildirir. 9'dan 13 çıxmaq olmur. 16'lıqda yıxsa üzərinə nə gələrəm? 16. 9'un üstü 16, 25 eləyir. 25'dən 13'ü çıxarıq. 25'dən 13 çıxanda 12 qalır. 12 16'lıqda hansı hərfdir? C hərfidir. Yazıram C. Bir dənə vermişdim buna 6 qaldı. 6'dan A 10'dur. Onu çıxmaq olmur. 2'dən bir dənə qoysaq bunun üstünə. 16'lıqda olduğumuz üçün 6'nın üstünə 16 gələcək. Necə eləyəcək 6 üstü 16? 22. 22'dən də A-nı çıxsaq, 10'u çıxsaq 12 qalır. 12 də hansı hərfdir? C. C aldıq 16'lıq say sistemində. Daha sonra son olaraq ikilik say sistemində toplama çıxma, vurma qaydasına baxaq. İkilikdə toplama. 1, 0, 1, 1, 1, plus 1, 1, 0, 1, 1. İkilik say sistemində. 1 üzərinə gəlsin, 1, 2 edir. İkilik say sistemində 2 yazmaq olmaz. 2'dən çıxarıq 1 vurulsun içini, 0 qalır. 0 yazırıq, 1 yadda. 1 üzərinə 1, 2 eləyir. Yadda qalan 1 də gəlsə 3. 3'ü ikilik say sistemində yazmaq olmaz. 3'dən çıxarıq 1 vurulsun içini, 1 qalır. 1'i yazırıq, yadda qalan 1'i də burada qeyd edirik. 1 üzərinə gəlsin 0, 1, yadda qalan 1 də gəlir 2. İkilikdə 2 yazmaq olmaz. Çıxarıq 1 vurulsun içini, 0 qalır. 0'ı yazarıq, 1 yadda. 0'ın üstünə 1 gəlsək 1 eləyir. Yadda qalan 1 ilə də yenə neçə elədi? 2 elədi. Yenə 2 yazmaq olmaz. 2'dən çıxarıq 1 vurulsun içini, 0. 0'ı yazarıq, 1 yadda. 1 plus 1, 2 eləyir. İkilik say sistemi. Bu yadda qalan 1 də gəlir 3. 3'dən də çıxarıq 1 vurulsun içini, 1 qalır. 1 yazırıq, yadda qalan 1'i də əvvəlinə yazırıq. İkilik say sistemində. İkilik say sistemində toplamaya baxdıq. İkilik say sistemində baxaq. Çıxma qaydasına. 1, 0, 1, 0, 0, 0 çıxılsın. 1, 1, 1, 1. İkilikdə olduğumuz üçün onluqda olanda nə edirdi? Üzərinə 10 gəlirdi. İkilik say sistemində isə üzərinə 2 gələrik. Çünki 0'dan 1 çıxmaq olmur. 2'dən 1 çıxsa, bu avtomatik olaraq nə oldu? 1 oldu. Əgər onluqda bu 10 olub, digərləri 9 olurdusa, ikilik say sistemində də bu 2'dirsə, bu digər sıfırlar nə olur? 1 olur. 1'dən 1 çıxaram 0, 1'dən 1 çıxaram 0. Aha, bundan bir dənə vermişdim bura, nə qaldı? 1'dən buna vermişdim və burada 0 qaldı. 0'dan 1 çıxmaq olmadığı üçün buradakı 1'dən bura verərəm. Bu nə olar? 2 olar. 2'dən 1 çıxaram 1. Bu avtomatik olaraq nə oldu? 1 oldu. Və bundan da bir dənə verdiyim üçün burada artıq heç nə qalmadı. İkilik say sistemində çıxma qaydasına baxdıq. İndi ikilik say sistemində vurma qaydasına baxaq. 1 0'a vursaq. 0'ı nəyə vursaq? 0 eləyir. 1'i də nəyə vursaq? Ədədin özü eləyir. Üzərinə gəlsin 1, 0, 1 və 1. Toplasaq 0, 1, 0, 1, 1. İkilik say sistemində də toplama, vurma qaydasına baxdıq. Bir də cədvəl üzərində son olaraq bunu da deyim, yekunlaşdıraq. Əgər onluq say sistemində böyük rəqəm veribsə,
Kiçik rəqəmi tapmaq üçün üzərinə 32 gəlirik onluqda və kiçik rəqəmi tapırıq. Əgər 16-lıq say sistemində böyük rəqəmi veribsə, üzərinə 20 gələrik 16-lıqda kiçik rəqəmi taparıq. Əgər 8-lik say sistemində böyük rəqəmi veribsə, kiçik rəqəmi tapmaq üçün üzərinə 40-ı gələrik 8-likdə və kiçik rəqəmi 8-lik say sistemində alarıq. Buna əsasən özümüzdən bir misal yazsaq, rəqəmlər verib A, B, C, D. Böyük A-nı verib 65, hansı say sistemində verib? Onluq say sistemində verib. Böyük A-nı verib 65, onluq say sistemində. Kiçik A-nı istəyir, 16-lıq say sistemində. Bunun üçün necə taparıq? Əgər böyük A 65-dirsə onluq say sistemində, kiçik A-nı tapaq. Kiçik A-nı necə tapardıq? Qaydada da dedik ki, üzərinə 32 gələr. Üzərinə 32 gəlsək nə alarıq? 97 alarıq. Hansı say sistemində? Onluq say sistemində. Amma bizdən kiçik A-nı hansı say sistemində istəyirdi? 16-lıq say sistemində. Adi qaydada onluq say sistemində 97 tapmışıqsa, 97-ni onluqdan 16-lığa keçirərik. 6 dəfə bölünür, 96, 1. Kiçik A-nı tapdıq. 16-lıq say sistemində nəyə bərabərdir? 61-ə.